Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya Fakültəsinin təşkilatçılığı ilə Konstitusiya və suverenlik ilinə həsr olunmuş qədim yurt yerlərimiz, soy kökümüz Aşıq Ələsgər mövzusunda tədbir keçirildi. Tədbir təhsil ocağının dəhlizlərində hazırlanmış sərgiyə baxışla başladı. Sərgidə Aşıq Ələsgərə həsr olunmuş poetik nümunələr nümayiş etdirildi. Qonaqlar üçün aşıq havaları ifa olundu, şeirlər səsləndirildi. Ey cənnət məkanım, ey dağ vüqarım, pərən-pərən olub ey dərələyəz, yaram göz-göz olub bir dərələyəz. Azərbaycan Dövlət Pedaqoji Universitetinin hazırlıq kurslarında təhsil alan əcnəbi tələbələr Professor Mahirə Nağqızının Mənim çəkmələrim hekayəsindən parçalar təqdim etdilər. Daha sonra tələbələrin ifasında milli rəqslər və ədəbi bədii kompozisiyalar İrəvan yallısı təqdim olundu. Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Ulu Öndərin vətən yolunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Filologiya Fakültəsinin dekanı Doçent Könül Həsənova çıxış edərək tədbir iştirakçılarını salamladı, tədbirin Qərbi Azərbaycan ruhunda Aşıq Ələsgər nəfəsində keçirildiyini vurğuladı. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Professor Cəfər Cəfərov çıxışında Aşıq Ələsgərin irsini təkcə poeziya deyil, milli yaddaşın bir daşıyıcısı kimi qiymətləndirdi. Bildirdi ki, universitet olaraq milli irsə, o cümlədən aşıq sənətinə bağlılıq təhsil prosesində də davam etməkdədir. Beynəlxalq əlaqələr üzrə prorektor Mahirə Hüseynova Aşıq Ələsgərin təkcə böyük söz ustadı deyil, həm də Qərbi Azərbaycanın yaddaşını, dərdini, sevincini, torpaq həsrətini, sazı ilə, sözü ilə bir millətin ruhuna hopduran milli kimlik rəmzi olduğunu bildirdi. O, bu kimi tədbirlərin davamlı xarakter almasının vacibliyini qeyd etdi. Burada həm Qərbi Azərbaycan incəsənətinin bəzi nümunələri, həm Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin yenicə nəşr etdirdiyi iz jurnalı, eyni zamanda Qərbi Azərbaycan mövzusunda yazılmış bir hekayənin öz tələbələrimiz tərəfindən illüstrasiyalar çəkilib koridoru bəzədilməsi və o şəkillər əsasında əcəmi tələbələrimizin hekayənin səsləndirməsi, Yallı, İrəvanda xalqa almadı, kitab sərgisi və nəhayət elmi konfransımız. Bunlar hamısı böyük, möhtəşəm işlər idi ki, onların hamısı bir arada edə bildik. Amma bütün bunlar vətənə, yurda qayıdış mücadeləsində bir addımdır. Daim irəli doğru, daim addımlarımızın sürətli yeyinləşməklə Qərbi Azərbaycana doğru irəliləyəcəyik. Ədəbiyyat kafedrasının professoru Mahmud Allahmanlı Aşıq Ələsgər lirikasının ideya və məzmun xüsusiyyətləri kafedranın doçenti Qüdrət Umudov Aşıq Ələsgər irsinin nəşri və tədqiqi tarixindən mövzusunda məruzələrlə çıxış etdilər. Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri millət vəkili Əziz Ələkbərli Qərbi Azərbaycana qayıdışla bağlı göstərdiyi fədakar mübarizəyə, əvəzsiz xidmətlərə görə tədbirin təşkilatçısı Mahirə Hüseynovaya xüsusi təşəkkürünü bildirdi. O qeyd etdi ki, Aşıq Ələsgərin yaradıcılığı xalqımızın mənəvi dəyərlərini, ana dilinə olan sevgisini və milli təfəkkürünü dolğun şəkildə əks etdirir. Onun şeirləri və dastanları xalqın ruhunu əks etdirərək tariximizdə və yaddaşımızda silinməz izlər buraxıb. Nəticə etibarilə Aşıq Ələsgər kimi sənətkarların sənəti Azərbaycanın milli kimliyini və mədəni zənginliyini daha da gücləndirərək xalq yaddaşında əbədi yerini alıb deyə icma sədri vurğuladı. 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev o Sovet dönəmində Dədə Ələsgərin 150 illiyini bütün SSR miqyasında, tək Azərbaycanda yox, həm də Ermənistanda, yəni bizim Qərbi Azərbaycan torpaqlarında, həm də bütün Moskva miqyasında Dədə Ələsgərin 150 illiyini qeyd eləməyi və qeyd elətdirməyi bacardı və bu böyük bir Azərbaycanlı üçün böyük bir fəxr idi, millətimiz üçün, dövlətimiz üçün fəxr idi. Və bu ənənəni Cənab Prezident Ulu Öndərimizin bütün sahələr üzrə layıqlı varisi İlham Əliyev davam elətdirdi. Bizim 44 günlük zəfərimizdən sonra Qərbi Azərbaycanla bağlı Cənab Prezidentin imzaladığı ilk sərəncam
Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı sərəncam oldu. İcmanın İdarə Heyəti sədrinin müavini Milli Məclisin deputatı Qaya Məmmədov, eləcə də Milli Məclisin Təbii Sərvətlər, Energetika və Ekologiya Komitəsinin sədri millət vəkili Sadiq Qurbanov Aşıq Ələsgər yaradıcılığının Azərbaycan ədəbiyyatında və milli mədəni yaddaşımızda tutduğu möhtəşəm yeri xüsusi vurğuladılar. Onlar bildirdilər ki, Aşıq Ələsgərin söz dünyası təkcə poeziya deyil, xalqın mənəviyyatının, milli kimliyinin, tarixi yaddaşının ifadəsidir. Deputatlar qeyd etdilər ki, Aşıq Ələsgər irsinin qorunması və gənc nəslə çatdırılması təkcə ədəbi yox, həm də ictimai və milli məsuliyyətdir. Onun yaradıcılığı əsrlər boyunca aşıq sənətinin zirvəsi olaraq yaddaşlarda qalacaq və Azərbaycan mədəniyyətinin daşıyıcı sütunlarından biri kimi gələcək nəsillərə ötürüləcək. Nəzərə alsaq ki, Cənab Prezidentimizin əsas siyasətinin mərkəzində bizim Qərbi Azərbaycana beynəlxalq hüququn imkanları daxilində qayıtmağımız, eyni zamanda bizim mədəni formada qayıtmağımızın əsasını təşkil edir və bu tədbir də bu mədəni bir olan tədbir, kütləvi tədbir Qərbi Azərbaycan və bizim milli kimliyimiz, Qərbi Azərbaycan və bizim milli kimliyimizdən irəli gələn o belə deyək ki, o irsimizin qorunması baxımından çox əhəmiyyətlidir. Mən bir millət vəkili olaraq artıq bir neçə tədbirdir ki, burada iştirak edirəm. Hər dəfə bir yeniliklə rastlaşıram. Hər dəfə Qərbi Azərbaycanla o irsi ilə, Qərbi Azərbaycan adət-ənənəsi ilə, Qərbi Azərbaycanın belə deyək ki, xalqımızın yaddaşında saxlamaq nöqteyi nəzərindən o tarixi abidələri ilə tanış oluram. Bütün bunlar hamısı çox qürur vericidir. Dədə Ələsgər İctimai Birliyinin sədri Xətai Ələsgərli Aşıq Ələsgərin təkcə bir aşıq deyil, həm də milli ruhun, Azərbaycançılıq düşüncəsinin canlı daşıyıcısı olduğunu xüsusi qeyd etdi. Aşıq Ələsgər poeziyasından bir sıra nümunələr səsləndirdi. Tədbirin sonunda Dədə Ələsgər İctimai Birliyinin sədri Xətai Ələsgərli tərəfindən Aşıq Ələsgər sənətinə göstərdiyi diqqətə görə xatirə hədiyyələri, yubiley medalı, habelə universitetin muzeyinə Aşıq Ələsgərin kiçik heykəli hədiyyə olundu. Tədbir Qərbi Azərbaycan mədəniyyətinə həsr edilmiş tanınmış rəssamların əl işlərindən ibarət sərgi ilə davam etdi. Əl işləri nümayiş olunan rəssamlar təəssüratlarını bölüşdülər. Düzü bugün burada həm söz, dastan, hekayə bayramıdır. O bayramın təntənəsində bizim yaratdığımız əsərlərin də söz ifadəsi onların üzərində həkk olunub. Yəni buradakı bizim yaratdığımız əsərlərdə hər birində Qərbi Azərbaycanın itirilmiş memarlıq abidələrinin elementləri öz səsinlə haral verir insanlarımızı ki, bax necə bizim zəngin mədəni irsimiz olub o torpaqlarda, o yurtlarımızda və bu qayıdış siyasətinin də əslində çox dərin fəlsəfi mesajı var. Yəni qayıdarkən biz təkcə texniki, fiziki qayıdışdan düşünmürük. Biz öz içimizdə həm də o zəngin mədəni irsi yenidən sahiblənmək, yenidən təbliğ eləmək, insanlığa çatdırmaq, yəni bütün bu sənət, xalq sənəti, el sənəti nümunələri əslində konkret bir hansısa bir millətin, hansısa bir toplumun ənənələri deyil. Bu həm də insanlığa bir töhfədir. Qeyd edək ki, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təşəbbüsü və dəstəyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qərarı ilə görkəmli Aşıq Ələsgərin vəfatının 100-cü ildönümü UNESCO-nun 2026-2027-ci illər üzrə qeyd ediləcək tədbirlər proqramına daxil edilib. Lamiyə Rövşənqızı, Bəxtiyar Nəsirli, Qərbi Azərbaycan Televiziyası.